Salam əziz tələbələr, vaxt qazandıran sualların 38-sinə belə bir qəbul sualı ilə qarşınızdayım. Bu tipli cədvəl suallarında mütləq şəkildə məntiqi bir hissə tapmaq lazımdır. Burada verilən hərflər hansı istiqamətə verilibsə, ora yönəlmək lazımdır. Birincisi M, N, Y hasilini soruşduğunu gördüyümə görə M-in qiymətini taparam. M vurulsun M bərabərdir M verirsə, bu yalnız və yalnız bircə qiymətdə mümkündür. O da bir qiymətidir ki, biri 1-ə vurub 1 alıb. M-in qiyməti məlumdur. Bununla bağlı bir problemimiz yoxdur. Növbəti hissədə Y, N və FK hissələri vardı. Onlara fokuslanmalıyam. N vurulsun N nəyə bərabərdir? K-ya. Yazıram buradan N vurulsun N bərabərdir K-ya. Bir də Y vurulsun Y də bərabərdir F-ə. F ilə bağlı hissədə də budur. Y vurulsun Y də bərabər nəyə? F-ə. Buradan nə məlum oldu? F bərabərdir Y kvadratına. K bərabərdir N kvadratına. Bunu belə yazandan sonra sənə verilən hissələrə baxıb düşünməlisən ki, mən bunları buradan da çox rahat şəkildə görsən də F çıxılsın K yazıb. F çıxılsın K yazsa deməli bunları nə etməsən? Alt-alta çıxmalısan. Alt-alta çıxanda nə olur? F çıxılsın K bərabərdir Y kvadratı minus N kvadratı. Bunu bu formada yazandan sonra belə bir müxtəsər vurma düsturu çıxır ortaya. Yəqin ki A kvadrat çıxaq B kvadratının açılışını bilməyən tələbə olmaz. F çıxılsın K nəyə bərabərdir? Özü yazır 48-ə. Onun yerinə yazıram 48 bərabərdir. Bunu atsam mötərizədə müxtəsər vurma düsturu kimi nə olur? Y çıxılsın N, Y üzərinə gəlsin N. Bu formada açılışı var, düzdür? Y çıxaq N-i də bax burada verir. Boş-boşuna müxtəsər vurma düsturunu verməmişdi ki. Y çıxaq N-i yerinə yazıram 4 vurulsun Y plus N mötərizədə. Buradan nə tapıram? Y plus N bərabərdir 48-i 4-ə böləndə eləyir neçə? 12. Əgər Y plus N bərabər 12-dirsə, Y minus N bərabər 4-dürsə, özü vermişdi burada. Onda bunları alt-alta toplasam N-lər ixtisar gedər. 2 islah olar. 2Y bərabər olar 16-ya. Y də bərabər olar nəyə? 8-ə. Y 8 olarsa N neçə olar? 4 olar. Y 8, N 4. Vursan bir-birinə hasil neçə eləyər? 32. Bu da oldu bizim 38-ci sualımızın izahı.